elmə bura kimi gəldi bu dövrü işlərim. Dövrdən sonra 10 qiymətli deyəsən almışdım. Elədi, səhv eləməmişdim. Bərət almışdım. Gel bakalım. E'nin kıymeti 10'du. S de 0'dı. Ondan dedim hə. Sonra 0'ın üstüne 1 gəldim 1 elədi. Sonra i'nin üstüne 1 gəldim 2 3 elədi. Sonra qalxdım 3 kiçikdir ondan dedi hə. Sonra s'in qiyməti 1 idi üstüne 3 gəldim 4 elədi. Sonra 4'ün üstüne 2 gəldim 6 elədi. Belə gedişat elədim mənimlə. Yok, Sonra i'nin kıymeti de 3 idi. Üstüne 2 geldi 5 oldu. Məsələn, i'nin kıymeti 3 idi de en son. Tezden üstüne 2 gelende 5 olur. ay Allah, mən onu səhv yazmışam. Ha, orada səhv etmişsiniz. 3'ün üstüne 4 2 gelmekten. Burada siz 4'teniz ama 5'ti. Bax, yəni 3'ün üstə 1 gəldim 4 elədi. Sonra o 4'ün üstə 2 gəldim, mən 6 yazmışam. Yok, burada i'nin kıymeti 1 idi. 1 üstüne 2 gelende 3 eləyir. Sonra tezden 3'ün üstüne 1 2 gelende 5 eləyir. Bunu səhv aldım. 2 dəfə yazdım, ikisində də səhv aldım. Hı. Amma gedişatı düz eləyərmiş də Hə, mənim. gedişat düzdür, sadəcə burada diqqətsizlik səhv olubdur. Sonra təzədən də 4'ün üstünə yenə s'in üstünə yenə i'ni gəldirəm. Yəni 4'ün üstünə 3 gəldirəm. Bu olur 7. Yəni asda danışanədilər. Burada yenə 5'in üstünə 2 gəldirəm, yenə olur 7. Bizim əlimə bir şey elədim. Növbəti adımda deyirəm ki, i'nin qiyməti 5 oldu da. 5 kiçikdirmi 10-dan deyir hə. Yenə düşürəm aşağı, s'in üzərinə i'ni gəlirəm. S'in qiyməti 4 idi, i'nin qiyməti 3 idi. 4'ün üstünə 3 gələndə, daha doğrusu 4'ün üstünə 5 gələndə, səhv yazmayım mən. S'in qiyməti, baxın, s'in qiyməti ən son 4 olubdu, i'nin qiyməti 5 olubdu. 4'ün üstünə 5 gələndə olur 9, i'nin də qiyməti 5 idi, üstünə 2 gələndə olur 7. Mən bir rəqəm aşağı yazmışam, birinə 8 yazmışam, birinə 10 yazmışam, ona görə. Hə, sonra təzən deyirəm ki, 7 kiçikdirmi 10-dan, deyir hə. Təzən 9 isə yenə 7 gəlirəm, eləyir 16, 7 isə 2 gələndə olur 9. Təzən gəlirəm, deyirəm 9 kiçikdirmi 10-dan, deyir hə. Onda yenə s'in üzərinə i'ni gəlirəm, yenə 16 isə 9 gəlirəm, eləyir 25. 9 isə 2 gələndə eləyir nə? 11. Sonra deyirəm 11 kiçikdirmi 10-dan, deyir yox. Yox olur. Deməli, bax bu s'in qiyməti idi, bu da i'nin qiymətidir. Təzən gəlirəm bura. A bərabərdir 1, for, k, in, range, 1, i. Bax, mən bir də o hissə maraqlandırdı ki, məsəl üçün, i'nin qiymətini sonda aldığımız qiymət verməliyik. Bəli, bəli, sonda olan 11 qiymətini gətirib yazıram bura i'nin yerinə. Onda Onda 1-dən 11-ə qədər yazılacaq elə. Hə, k-nın qiymətləri olur 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bəli. Və hər dəfədə bunun bir qiymətinə düşürəm aşağı. S-dən A-nı çıxıram. S-in qiyməti bizə 25-dir. 25-dən 1-i çıxıram. Bu da 25 çıxılsın 1 olur 24. Sonra 2 qiymətində yenə A-nı çıxıram. 24-dən yenə 1 çıxıram. Qalır 23. 3 qiymətində yenə 24-dən 1 çıxıram. 23-dən 1 çıxıram. Qalır 22. Yəni hər qiymətdə bir dəfə 1-ini çıxıram da. Elə bil ki, baxın, burada olacaq hal-hazırda 22-də. Burada olacaq 21, 20, 19, 18, 17, 16, 15. En sonda 15 olur. Gedişatı düzgün tutmuşam, aşağı istiqamətdə, yuxarıda. Sadəcə onu orada rəqəm səhvliyimə görə mən belə almışam. Orada diqqətsiz səhv eləmişsin, ani səhv. Hə, mən siz o kitabda işləyirəm, elə biz yorucu olur, ruhdan düşürəm, belə sınaqlarda biraz işləyirəm. Biraz zırhlanıram. Bir də desəm, dünənləri külümdən də biraz ürəkləndirici yazdım, informasiya. Mənim evi yoxdur. Yəni bu siz bu tək-təklərdə işləyin, yəni elə də öyrənirsiniz də. Sonra ümumi işləyəndə azdan çoxdan o sizin faydanız olur. Yəni narahat olmayın. Yox, ümumiyyətlə özümə çıxarış götürdüm ki, məsəl üçün, öz ixtisasımdan tutaq 31 yaza bilsəm, külümdən də axırıncı sınaqdan 20 dənədən ümumi sınaq oldu, məlumat. 20 dənədən 11 dənə yazmışdım. Pis də öyrənin.
hə, təsəvvür edirəm ki, bir 10 dənə, 9 dənə də yazsam elə pis olmaz ki, burada. Hə Elə də yəni, burada da yəni 10 dənədir. Yəni indi 10 dənədən nə yazsaz qənimətdir kurikulumdan. Hə, ixtisasdan da bir 30 dənə yazsaz üstünə gəlsə, yəni 30-u keçirsiniz də. hə, sağ olun efendim. Yox, gedişatı anlayıram artıq. Baxıram ki, bilirəm ki, qabaq baxırdım, gözümü dördüm, süləşdim. Başa düşmürdüm hardan başladım. Amma indi görürəm ki, yeni tuturam da hardan başlamaq lazım olduğunu. Bu iki də səhv çıxartdım müəllimə. Gəl baxaq. İşte dənə elif var da. Onun bir işləmədi. Düşdüm aşağıya, amma yenə səhv çıxartdım. Bax, A-nın qiyməti 6-dır, B 12-dir, C-də 8-dir. Gəldim bura. Deyirəm əgər A kiçikdir C-dən, yəni 6 kiçikdir 8-dən. Bəli, elə yazdım. Hə. Hədirsə düşürəm bunun içərisindəki ifə. Bax bura. Deyirəm ki, əgər A-nın da qiyməti 6-dır. Əgər 6. Baxın, belə bir yazılışın mənası nə deməkdir? Burada 6 yazılıbsa, bu bizə doğrunu verir. Doğru. Yəni hə mənasındadır. Niyə? Çünki burada əgər A-nın qiyməti, baxın, A-nın qiyməti 0 olarsa, A-nın qiyməti boş bir sətr olarsa, A-nın qiyməti boş siyahı olarsa, bir də A-nın qiyməti özü bəri başdan false sözü olarsa, bir də A-nın qiyməti yalan sözü olarsa. Bax, bu hallarda, bura təkcə A yazanda bu bizə yalan verər. Amma A-nın qiyməti bu hallardan başqa istənilən bir qiymətdə sadəcə A-nın özü yazılırsa bura, sadəcə A-nın özü yazılırsa. Bunda A-nın özünü də verdik də o öz qiymətini. Bəli, bax burada sadəcə A verib də görürsünüzmü? Yəni yazmır da A nədənsə böyükdür, kiçikdir, heç bir şey yazmır da, eləcə A yazıb, düzdürmü? Bəli. Hə, yəni A-nın qiyməti bax bunlardan başqa istənilən hallarda doğru deməkdir. Yəni if şərti doğru deməkdir. Hə olur yəni. Aydındır? Burada da A-nı 6 vermişdi. 6 veribsə, yəni bu haldan başqa bütün hallarda doğru olduğuna görə, bəli, 6 deməli bizə doğrunu verir. Sonra deyir 6 böyükdür, 12-dən deyirəm yox, o yalanı verdi mənə burada. Aysa, yalan verdisə, bu iflə, hə, burada yalan oldu da, düzdür? Bu mənə yox verdi. Yox versə, bu iflə 6 elifə düşürəm. İndi bu elifi yoxlayıram. Deyirəm ki, A-nın, yəni 6-nın C-yə, yəni 8-ə bölünməsindən alınan qalır. 6-nın da 8-ə bölünməsindən alınan qalır. Elə 6-nın özü olur. Çünki mən demişəm, kiçik ədədi özündən böyük ədədə böləndə qalıb kiçik ədədin özü olur. Elə 6 olur. Və burada da baxın 6 üçün heç bir şey yazılmır. 6 da hər hansı bir rəqəmdir deyə, bu da bizə hər verir. O hissədə mən prosto qarşım. Bax burada 6 olursa, burada indi mən nəyə əsas vermək? Burada heç bir 0 verməyib, Ay sağ ol, hə. Yəni 6 üçün heç bir şey yazmayıb da. Yəni demir ki 6 nədənsə böyükdür, kiçikdir. Yəni şərt yazmayıb da. Amma biz 6-nı alırıq. 6 bizim üçün doğru mənasındadır. Yəni dediyim kimi 0, boş sətr, boş siyahı, false və yalan sözlərindən başqa hər şey doğru mənasındadır, hə mənasındadır. Yalnız bu hallarda yox mənasını verir. Aydındır, yalnız bu hallarda yox olur. Eləcə 6 aldım, 6 da məndə hə doğru mənasındadır. Onda elifdəki bir 6-nın üstə 20 gələm 26 oldu. Yox, A-nın qiyməti nə idi bizə ən son? Ən son. Hə, ay son, hə 6 idi. Bəli, üzərində 20 gəldim, oldu 26. Hə, vəsiyo. Və bu elisə, bax bu elisə düşməyəcəm. Niyə? Çünki bax bu iflə bu elis alt-altadır və bu doğru olmuşdu deyə. Aysə, bu if bəli, bu if şərti doğru oldu deyə buna düşmürəm. Sonra bu elifdə, bax bu iflə alt-altadır deyə buna da düşmürəm. Niyə? Çünki bu şərt də məndə doğru olmuşdu da. A C-dən kiçik olmuşdu deyə. Bax bu elifə də düşmürəm. Hə. Ancaq bu ifə düşəcəm. Niyə? Çünki iflər biz dedik ki, alt-alta iflərin hamısı doğru oldu, olmadı. Bu if yoxlanılmalıdır. Hə, təzədən A-ya 26 almışam. Yəni gəlib deyirəm ki, 26 kiçikdir B-dən. B-miz də 12-dir. Yox, aysa bu mənə yox verir. Yox verirsə, buraya keçə bilmərəm. Bunun elsinə keçəcəm bu hissəyə. A çıxılsın B. Onda olacaq belə 26, A-mız 26-da 26 çıxılsın 12. Buna da alacağım 14. Birinci A da olacaq 14. Aydın olur. Bunu da siz bax bir qeyd kimi yazın. Bax A bərabər 0, boş sətr, boş siyahı, false, bir də yalan olarsa if A yazılışının nəticəsi yox olur. Bu hallardan başqa qalan bütün hallarda if A yazılışının nəticəsi hə olar. Bunu bir qeyd kimi yazın.
Yalan. Yalan türüydü elə müəllimə. Bəli, Doğru. false'dur. Yəni false ilə yalan əslində bir Azərbaycan dilindədir, bir ingilis dilindədir. Eyni mənanı verir. Şimdi bundan sonra ne dediniz yazın bunun qabağından? Bunları yazandan sonra deyir ki, if a. If a, bax belə, iki də nöqtəsi var. Bax belə. Aha, bəli. Yazılışı. Bəli. Hə, bu yuxarıdakı hallarda, yəni A-nın qiyməti bu yuxarıdakı lardan hər hansısa biri olarsa mənə yox verər, şərt mənə yox verər. Qalan bütün hallarda hə verər. Kalan hallarda hə yazdılar. Bəli. 4 də məndə səhv çıxdı müəllimə. Mən beyni eləmişdim, burada deyil çıxdı. Bir dəqiqə bana silək. Müəllimə, bunları qayda edirsiniz. Bəli, yazıram. Əsas balı verən bu Python. Bəli, Python'dur müəllimə. O biri sualları indi azdan çoxdan da işləyə biliriz. biliriz. Suallarını biraz işləyə bilərəm. Mən azı 8 dənəsini işləyə bilsəm şükür oxuyarım. Hə, deməli 4-cü suala baxırıq. Bax, bu Buradan da defdir. aşağıdan qalxdım müəllimə. Bəli, bizə lazımdır FK. Birinci printə baxıram, FK. Baxıram ki, K-nın da dəyəri belə bir siyahıdır. Onda olacaq F belə bir siyahı. Gəlirəm bura X-in yerinə bu siyahını yazıram. Yəni siyahın elementləri də yəni budur. Da köçürmürəm, budur. Yəni F bunu tapmalıyam. Hə, sonra yazıldı. M1 bərabərdir X-in 0-cı elementi. Mən bunu indeksləsəm 0, 1, 2, 3, 4, 5, 6 yazsam, bəli, 0-cı elementi olur 7. Yəni M1-in qiyməti oldu 7. M2-in də qiyməti oldu yenə X-in 0-cı elementi, o da 7-dir. Gəlirəm indi bura. For i in range 1-dən len X-ə qədər. Len X-i sayıram. Bəli, bu yəni X-in qiyməti, yəni K olmana baxmıraq, bayaqdan əvəzlənibdir. Bunu da saysam 2, 4, 6, 7 dənədir. Deməli, olacaq belə 1, 7. Yəni, i-nin qiymətləri olacaq 1, 2, 3, 4, 5 və 6-ya kimi. İndi birinci səfər i-nin qiyməti 1 olanda düşürəm aşağı. Deyirəm ki, əgər X-in i-nin yerinə 1 yazdım, çünki i-nin 1 qiymətindəyim. Bax, orada mən eləyə bilmədim. X1 böyükdür M1-dən. Yəni, X-in birinci elementi böyükdür M1-dən. X-in də birinci elementi... Bəli. Mən onu fikirləşdim. X-in də, baxın, belə halda, əgər i-nin qiyməti 1-dirsə, düşürəm aşağı. Bütün hallarda i-nin yerinə 1 yazır, mən bunu həll edəcəm də. Bax, burada da 1 yazıram, burada da 1 yazıram. Çünki i-nin qiyməti 1-dir. Bax, burada da 1 yazıram, burada da 1 yazıram. Birinci halda bütün gördüyüm hər şeyin yerinə 1 yazıram. Və başlayalım demək. Biz bilirik ki, X1 yazılışı X-in birinci elementi deməkdir. Bunu demişik. Bu yazılış X siyahısının birinci elementi deməkdir. Bunun da birinci elementi 8-dir. 8 böyükdür M1-dən. M1-də də 7 demişik də bayaqlarım. 8 böyükdür 7-dən. Bu bizə hə verir. Hə verirsə düşürəm aşağı. M1 bərabərdir X-in birinci elementinə. X-in də birinci elementi 8 deyilmi? Yəni M1-in qiyməti bir səfər oldu 8. Və iflər 6-6 olduğuna görə bu ifi yoxlamışamsa, doğru oldu, olmadı. Keçib o birisi ifi də yoxlamalıyam. Çünki iflər belədir. Olar. Deyil. Demək, o istiqamət məndə biraz dayanıq qaldı. X-in qiyməti 1 yazdıq da. X-in qiyməti 1 olanda birinci elementi soruşurdu. O da 8-dir, elə? Bəli, bəli. İfi deyirəm, aşağıdakı ifi deyirəm. Oradan aşağıda mənə. X1 yazıbsınız. Sonra o biri sual verdiniz ki, 7-dən böyükdür dedik ki, hə? Bir yox. X-in birinci elementi. Hə, 7. Yox, X-in birinci elementi nədir bizdə? İndeksləmişəm. 8. Hə, onu 8 vermişsiniz ora. Bəli, bəli. X-in birinci elementi. Yəni, X-in də birinci elementi baxıram ki, 8-dir. 8 böyükdür 7-dən. Hə. Hədirsə, bu zaman M1 bərabər X-in birinci elementinə. Yəni, M1 bərabər 8 olur. Bəli, M1-in qiyməti artıq oldu 8. Və alt-alta iflərə görə bu birisi ifi də gəlirəm, yoxlayıram.
Bax, i-nin yerinə yenə 1 yazmışam da. Çünki biz hələ i-nin 1 qiymətindəyik. Bəli. Ne deyirəm ki, x1. X-in yəni birinci elementi. O da yenə məndə 8-dir. 8 kiçikdir M2-dən. M2 ilə 7 tapmışdıq da bayaqlarım. 8 Bəli. kiçik 7-dən bu mənə yox verir. Axı 8 7-dən kiçik deyil. Yox verirsə bu Bəli. aşağıya düşmürəm. Seçirik deyilmə. Yox. Dövrə Bilgi. bitməli. Dövrə bitməli. Hə, keçəm i-nin 2 qiymətini. Bu səfər i-lərin yerinə 2 yazıram. Harda i görürəmsə yerinə 2 yazıram. Harda i görürəmsə yerinə 2 yazıram. Sadəcə bayaqlarım M1-ə 8 tapmışam da o yerində qalma şərtinə. Bu səfər i-lərin yerinə 2 yazıram. Bax, İkinci burada elementimizdə 9 artıq. Ayşə. Deyirəm ki, 9 7-dən Aha. böyükdür mü? Deyir, hə. Sonra keçirəm bir digərinə. Deyirəm ki, orada 9 yazıram da, mənimə 8-in Sağ ol. Bəli, M1 bərabər artıq ikisinin ikinci elementi, yəni 9 olur. Bəli. Sonra o biri fidə yoxlayırım. Orada işimiz icra olunmadı yenə elə müəllimə ilkdə. Baxaq, indi bax yoxlayaq görə ikinci ifə baxaq. X-in ikinci elementi 9-dur da. Deyirəm indi 9 kiçikdir M2-dən, yəni 7-dən. Bəli, yox. Yox. Sağ ol, bəli. Yox verdiyinə görə hə, heç bir şey etmirəm. İndi bunları silirəm. Keçəcəm indi i-nin 3 qiymətinə. I-nin 3-cü elementi mənfi 4-dür. Bəli, bu səfər də bunların yerinə 3 yazıram. Yəni i-nin 3-cü qiyməti. Bu səfər deyirəm indi mənfi 4 böyükdür. Aysa, bəli. İndi deyirik ki, böyükdür M1-dən. M1-ə də 9 tapmışam da ən son. Bəli. Mənfi 4 böyükdür 9-dan. Deyirik, Xeyr. Aysa, keçsəm o biri ifi yoxlayıram. O biri ifimizdə yenə deyirəm ki, mənfi 4. Mənfi 4-ümüz kiçikdir. Kiçikdir 7-dən. 7-dən. Bəli. Bəli, hə veririk. Hə verirsə, onda M2 bərabərdir X-in 3-cü elementidir. M2-miz də 7-dir. Yox, M2-miz 7-dir. İndi M2-miz qiymətini dəyişəcək, X-in 3-cü elementini götürəcək özünə. İndi 7 olacaq, nə M2? Yox, X-in 3-cü elementi nədir? Odur. Mənfi 4. Mənfi 4, bəli. M2-miz oldu mənfi 4. i-nin 3 qiymətinə baxdıq. Onda biri başa düşdüm ki, 7 artıq getdi, silindi, indi mənfi 4 olacaq. Bəli, silinir artıq. Təzə qiymət aldıqca köhnələri getdi, bəli. Aha. İndi keçəm i-nin 4 qiymətinə. Elementimizdə 9-dur. Bu səfər i-lərin yerinə 4 yazıram. Bütün i-lərin yerinə 4 yazıram. Bəli, 9 böyükdürmü? M1. 7-dən. Yox, M1-imiz nədir bizim? M1-imiz 9-dur. Ayson. Ne deyirəm 9 böyükdür 9-dan. Yox, bərabərdir. Ayson, yox verir. Bəli. Keçirəm o bir sifə. M2-miz də mənfi 4 idi də. Ayson. Deyirəm 9 kiçikdir mənfi 4-dən. Yox. Bu da mənə yox verir. Yox verirsə heç bir şey eləmirəm. Keçirəm indi i-nin 5 qiymətinə. Bu səfər i-lərin yerinə 5 yazacağım. Burada 5 yazıram, burada 5 yazıram, burada 5 yazıram, burada 5 yazıram. Şimdi deyirəm, X-in 5-ci elementi nədir? 2-dən. 2 böyük. 2 böyükdür 9-dan. Aysa. 2 kiçikdir 9-dan. Hə. Yox, kiçik deyil, böyük yoxlayıram. Ben deyirəm 2 böyükdür 9-dan. Həmən oranı yoxlayıram. Hə. Orada 2 böyükdür 9-dan. Xeyr. Yox olur. Bəli, ona görə bunu incələmirəm. Düşürəm bu bir sifə. İndi burada deyirəm ki, X-in 5-ci elementi yenə 2-də. 2 kiçikdir. M2-miz də mənfi 4-dür. 2 kiçikdir mənfi 4-dən. Bəli. Yox, niyə kiçik olsun? Amma mənə burada mənfi var. Deyirəm ki, siz mənfisiz olanda deyirsiniz ki, kiçik ola bilməz elə. Yox, bütün mənfilər müsbətlərdən kiçikdir. Bütün mənfilər müsbətlərdən kiçikdir. Amma ikisi də mənfi olarsa, bax, mənfi 4 ilə biz mənfi 5-i müqayisə eləsək, o zaman mənfi 4 daha böyükdür. Amma 2 ilə mənfi 4-ü müqayisə eləsək, 2 daha böyükdür. Orada hər cavab verirdikdə. Necə? Burada hər cavab verirdi də müəllimə, çünki 2-dir böyük, mənfi 4 yox. Amma gör necə yazıb, deyir 2 kiçikdir, bax kiçik görsən dal tərəfi yəni 2-yə tərəf. Yox, kiçik deyil, böyükdür. Kiçik deyil, böyükdür. Deməli yox, yox olduğuna görə yenə aşağı düşmürəm və keçəcəm indi i-nin
Altıncı elementine, Evet. altıncı elementine İ'nin 6 qiyməti. mənfi 8. Bəli, bu səfər i'lərin yerinə 6 yazıram. Gəlin ikisinin 6-cı elementi. Yəni mənfi 8 böyükdür M1-dən, yəni 9-dan. Mənfi 8 böyükdür 9-dan. Xeyr. Xeyr. Xeyirsə keçsən bura. İndi deyirəm ki, x-in 6-cı elementi. Yəni mənfi 8 kiçikdir mənfi 4-dən. Burada önce artıq ikisi də mənfidir. Elə mənimlə 8-i Bəli. göstərdi yaxın. İndi ikisi də mənfi olanda, necə yazdım bax mən? İkisi də mənfi olan dedi. Bunu da belə dini sual verir. Onda gəlir ki, hə, kiçikdir də 8-dən. Bəli, bəli. 2 mənfi olanda, bəli, mənfi 8 mənfi 4-dən kiçik olur. İkisi də mənfi olduğuna görə. Onda bu şərt bizə hə cavabını verir. Və düşürəm aşağı M2 bərabər x-in 6-cı elementinə. Yəni M2 alır, bəli, mənfi 8 qiymətini. Və i-nin qiymətləri hamısı bitdi, dövr bitdi. Return mənə qaytaracaq. İndi burada return var, hə. Return bizə qiymət qaytaracaq. Nəyə qaytaracaq? Baxın. M1 ilə M2-nin cəmini qaytaracaq bizə cavaba. M1-imiz bizim nə idi? Ən son. Yox, M1-imiz. 9, bir də mənfi 8. Bəli, 9 üstə gəlsin mənfi 8. Bizə nə verəcək? Buradan da, onda biz 9-dan da 8 çıxanda 1 qalır da. Bəli, bəli. 9-dan 8 çıxıb 1 alır. Cavabımız olur C variantı 1. Gelin. Bunu silirəm. Gedirik bir də 9-a mənimlə. Məndə ki, yaxşı nevropatoloq deyəsiniz. Nevropatoloq. Bakıda bir dənə Murat həkim var. Bizimkilər elə həmişə onun yanına gedirlər. Gözlər elə. Hə. Doktor nevropatoloq da yazır. Elə həmişə onun yanına gedirlər Murat həkim. Onun müalicəsini götürürlər. Ne bileyim, yaxşı olurlar. Səsəz, yəni şey deyərəm nömrəsini adını versinlər sizə. Hə, təxsiz görüm, mümkün yıl onunla yanına verir. Yaxşı, haqqında soruşaram. Yəni, bu 9-da bilirsiniz, nerede anlamadım. Burada sıralama verir ki, düzdür. El bərabərdir ki. Burada mən rəqəm görmədim. Burada qarışıqdır, müəllimə. Hər şey var, amma qarışıqdır. Sadəcə biz onu düzgün sırayla yığmalıyıq ki. İlk var, van da var, sonra elis də var, input da var. Amma bilmədim bunları sıralamağı birinci harfdan başlayım. Əslində burada gəlib, mən C-ni vurmuşdum, öz aləmində elə sıraladım. O da səhv çıxdı, D çıxdı burada. Bax, bizə deyir ki, proqram daxil edilmiş 2 müsbət ədədin əkobunu tapmalıdır. Daxil edilmiş 2 müsbət ədəd. Biz bilirik ki, proqram başlayanda həmişə int input yazılışı var, bunlar. O var, onu bildim. Bunlar ən birinci gəlir. Deməli, birinci bunları yazmalı. Bəli, 3 ilə 9 deməli birinci olacaq. O bildim. Prosto 6 ilə onun yerini dəyişib yazmışam. A bərabərdir int input. Sonra yazıram. B bərabərdir int input. Sonra deməli bizə lazım ki, 2 müsbət ədədin əkobunu tapmalıdır. Əkobunu tapmamışdan qabaq bunların əbobunu tapır. Əbobunu tapır. Və əbobu da B bərabər daha vuraq B olacaq da, onda 10-cu. Bax, əbob necə tapır? Deyir ki, nə qədər ki, A-nın qiyməti B-dən fərqlidir. Bax, bura yazın. Fayl. Nə qədər ki, A... Onu da vurdum, müəllimə. Onu da yazmışdım vərəqə. Bax, onu da yazdım. Və sən çıxdı, mən D-ni yazmışam. Bunlar D-ni vurdular. Nasıl vurublar? D-ni? D-ni. D-ni doğru cavab. Yox, bir dəqiqə demək yadım, baxın. Bax, nə qədər ki, A fərqlidir B-dən. Nə qədər ki, A fərqlidir B-dən. Sonra deyirəm ki, if əgər A böyükdürsə B-dən, bu zaman A bərabərdir, A çıxılsın B. Əks halda NC, ES. Əks halda B bərabərdir, B çıxılsın A. Bundan sonra o 6 idi, 4-cü belə. Bizdə E bərabərdir 2 müsbət ədədin əkobunu. Və buradan E bərabərdir A, P bərabərdir A vurulsun B. Bu bizə nəyə lazımdır ki?
Hə, bunların hasili. Bircə dəqiqə. 10 əvvəldə olmalıdır. Bəli, müəllimə. Niyə? Çünki bunların hasilini mən əvvəldən tapmalıyam ki, sonra hasilini də əboba bölə bilim. Ona görə də bəli, bax burada P bərabərdir. A vurulsun B. Bəli, əvvəldə olmalıdır ki. Nədir ki, bilirsiniz əkyob necə tapılır? Əkyob, bax əkyob yazıram bura. Bax, əkyob A, B bərabərdir. A vurulsun B bölünsün əbob AB olur. Yəni ki, biz əkyob tapmaq üçün birinci bunların hasilini bölməliyəm bunların əbobuna. Hasilini də bu əvvəlcədən tapılır. P bərabər A vuraq B-nin hasilini tapıb saxlayır. Siz niyə əvvəlcədən tapılır? Çünki sonra A ilə B-nin qiymətləri dəyişəcək burada, azalacaq, nə bilim, ya A-dan çıxırsan, ya B-dən çıxırsan, yəni qiymətlər dəyişir. Ona görə dəyişməmiş halının əvvəlcə hasilini tapır, P bərabərdir A vurulsun B ilə. Sonra başqa bu proqramı icra eləyir. Deməli, bunu yazdıq. Sonra burada, baxaq, burada bir dənə R bərabərdir P-nin A-ya bölməsi ana tam hissə. Bax, bu nəyə lazımdır, onu bilməcimiz nəyə? Bax, bunu yazdıq, bunu hamısını yazmışıq, değil mi? Bir dənə var, burada print R qalıbdır. Print R baş sondadır da, müəllimə. Onda bu belə yazıbdır da. Əslində bu tam hissə yox, tam hissə yox. Belə iki xətlə yox, bir xətlə olmalı deyə düşünürəm. Burada məncə bir xətlə olmalıdır. Çünki tam hissəsini yazıb ki. Neysə, sonra burada dövr bitəndən sonra R bərabərdir təzədən P-nin A-ya bölünməsi, bir dənə də print R. Mən bir dənə xətlə deyirəm bu bölməni, çünki bu normal bölmədir, yəni tam hissə tapılması deyil ki. Orada bir xətt olmalıdır bölmədə məncə. Bax, indi bu necə oldu? Dediyim kimi, hasili əboba böləndə bizə verir əkobu. Burada da A bərabər int input, B bərabər int inputu daxil eləyibdir. B bərabər A vurulsun, B ilə bunların hasilini tapır. Nə qədər ki, A-nın qiyməti fərqlidir B-dən, əgər A B-dən böyükdürsə, A-dan B çıxaq. Əks halda B-dən A çıxaq. Və hər dəfə də gəl dövrə təzən yoxdur. A yenə fərqlidir B-dən. Elə ki, bunların qiyməti fərqli olmayacaq, bərabər olacaq. O zaman dövrə bitəcək. Dövrə bitəndən sonra gəlir burada P-ni bölür A-ya. P nə idi? Bunların hasili də A vurulsun B idi. A da bunların əbobunu tapmış olacaq. Bax, bu alqoritm əbobu tapır. Hasili də əboba böləndə bizə əkobu verir. Print R də bu da əkobdur. Bax, indi sizə bir şey deyəcəm. Bax, bu hissə var. Bax, bunu köçürün və bu hissəni köçürün dəftərinizə. Bunu yazın, bu əbobun tapılmasıdır. Əbobun tapılması. Mən onda müəllimə, elə bir ki, 6 ilə onun yerini səhv yazmışam, bir də 7 ilə 4-ün yerini səhv yazmışam. Mən eşidirsiniz səhvini? Bəli, eşidirəm. Hə, yəni onu elə fikirləşmişəm mən də. O da nətər tutdu, müəllimə, kitab axırda kitabdakı testlərdən bir baxa-baxa, elə baxdım ki, görüm 70 qayda hansı formada birləşir. O formu ilə yaza-yaza gətirdim, çıxartdım ki, bu belə ola bilər. %100 bildim ki, başlanğıc üçü birinci tutdu, bir də sonda 5-i bildim, %100 bildim ki, bunlar olur. Sonra o mayını götürdüm oradan. Ayrıdan əvvəl sadəcə olaraq bu əkob olduğuna görə. Əkob olmasaydı o hasillə aşağı axırıncı bölümü olmazdı. Əbobda sadəcə bu dairəyə aldığım hissədir. Burada detallarda da səhv edirəm, bizə görürsünüz. Amma şılığını tutaram. İnşallah. Bunu köçürdünüz müəllimə? Bunu köçürün. Oraya yazın əbobun tapılmasıdır. Yəni hazır əbobu tapır da elə bir. O dairə aldım sən. Nə qədər ki AB-dən fərqlidir. Əgər AB-dən böyükdürsə A-dan B-ni çıxaq, əks halda B-dən A çıxaq. Bunu yazın, sonra yazın ki, bu əbobun tapılması. Bu yazılır. Əbobun tapılmasıdır.
Armənlərdə sonra da əkobun tap etsin sözü deyir axı. Bəli, bəli. Əkobu da tapmaq üçün, yəni bax bu hissə əbobu tapır. Bu hissə əbobu tapır. Əkob da bax burada yazım axı. Əkob da bərabərdir. Hasi avrosun B-nin əboba bölünməsidir. Burada da bax P ilə avrosun B-ni tapır. Avrosun B-ni P-yə verir. Sonra təzədən P-ni A-ya böləndə baxın burada axırıncı. P-ni A-ya böləndə bu bizə əkobu verir. Birazca da təkan versəydim başa düşərəm ki. Bana susaldı. Bir də müəllimə gedirik 13-ə müəllimə. Tamam silək. Bu da defdir yenə. Deməli burada deyilsiniz, mən niyə bu variantı götürdüm, A variantını. E-nin qabağındakı işarəyə görə götürdüm. O da çıxmadı. Burada əslində ədədin modulunu tapacaq çox güman ki. Çünki niyə? Bax, yazıb ki, def, f-in. Bu def funksiyasının təyinatı nədir? Burada indi qiymət verməyibdir, bizdən təyinat istəyir də. Ona görə eni özüm misal üçün buna 3 verirəm, tutaq ki. 3 verirəm, gəl baxaq. İndi deyirəm ki, əgər 0 böyükdür 3-dən, deyir yox. 0 böyükdür 3-dən, deyir yox. Yox olduğuna görə return n. Elə 3-ün özünü qaytarır mənə cavab. Yox, əgər n-ə mən tutaq ki, mənfi 3 versəydim, bu zaman deyəcəkdim 0 böyükdür mənfi 3-dən. Bəli, 0 istənilən mənfi ədəddən böyükdür. Ona görə bu bizə hə verərdi. Hə verəndə yazılacaq ki, n bərabərdir mənfi n. Yəni, bax, mənfi, n-imizin də qiyməti mənfi 3-dür də. 2 mənfi bir-birinə dəyəndə müsbət olur. Olacaqdır müsbət 3. Və return n yenə müsbət 3-ü qaytarasıydı. Yəni, buradan belə çıxır ki, biz buna müsbət 3-də versək, mənfi 3-də versək, cavabı müsbət 3 aldıq hər iki haldan. Və bu da ədədin modulunu tapmaq deməkdir. Ədədin modulu riyaziyyatda belə düz xətlərin içərisində yazır. Bax, düz xətlərin içərisində mənfi 3 bərabərdə 3 olur. Eləcə 3 də bizə 3 verir. Yəni, ədədin modulu bizə mənfi də olsa, müsbət də olsa, onun müsbətini qaytarır. İndi bunu bir dənə siz izah edin görək, necə başa düşün? Burada belə başa düşdüm ki, mənfi və yaxud da müsbət verilməyindən asılı olmayaraq bütün qiyməti 3 olunarsa, faktı məsələsini laf heç olmasın. Birinə mənfi 4 verək, birinə də müsbət 4 verək olsa, burada artıq 0 böyük olur ki, 4 kiçik olur da. Sonra gəlirik aşağıdan da n bərabərdir. Mənfi n, yəni mənfi 4, bu elə mənfi 4, müsbət 4 verir. Düzdür. Sonra da return-da da elə həmən qiymətin özünü alır. Yəni biz mənfidən versək, müsbət də versək, cavabımızı müsbət. Elə düşünürəm, təkən versəm yazaram elə şeylərdə. Bəli, sadəcə bilirsiniz nədir problem? Problem odur ki, siz də fikir bu testlərin hamısını işləmək və sonra təkrar eləmək lazımdır, bilirsiniz? İşləyib qurtarmaq və təkrar eləmək. Tamam, o kitabın yarıya kimi görsən, gəlmişəm, yarıya kimi anlayıram. O kitab da məni ruhdan salır da iş orası. Mənim ruhdan salmasın sizi. Yəni orada siz fikirləşin ki, yəni mən bunu öyrənirəm. Yaza bilməsəz belə öyrənirsiniz. Düşünün ki, siz bunu hələ ilk dəfə birinci səfərdə yazırsınız. Hələ öyrənmə məsələsidir. Yəni siz düşünün ki, oradan öyrənirsiniz də. Yox, yəni yaza bilməsəz belə nəsə yadınızda qalır, nəsə öyrənirsiniz. Görürsünüz, yəni oradan öyrəndiklərin sayəsində burada deyirsiniz ki, hə yaza bilərdim əslində. Mən orada xeyli özümdə irəliləyiş görürəm ki, məsələn, görəndə baba fikirləşdim, bunu hardan başlayayım? Amma çoxunda bilirəm ki, demişdiniz ki, mən def olanda aşağıdan qalxın, yuxarı ədədlər, rəqəmləri verin, olur mənim yadımda qalır. Sonra o bilir dövriyyəni bildim, sonra digərlərini. Sonra keçək mənimlə 15-ə. Aha, bu da defdir, yenə bu da aşağıdan həll olunacaq. Belə ki,
Bax, bir baxaram printə. Yazır printin içərisində K. Yuxarı qalxaram ki, K-ya veribdir F6. Deməli, mən F6-nı tapmalıyım. Baxıram ki, burada F funksiyası var. Bax, buradakı X-i mən 6 ilə əvəzləyirəm. Düşürəm aşağıya. Əgər X in 0, 1, 2. Bu yazış nə deməkdir? Yəni, X-in qiymətləri X-in qiymətləri deməli, X-in qiyməti 6-dır da. 6-dır. Deyək ki, 6. In sözü içində deməkdir. In içində deməkdir. İçində. İngilis dilində içində kimi tərcümə olunur. Deyirəm ki, əgər X-in qiyməti, bax, bu 0, 1, 2-nin içində var, şərt belədir. X-in də qiyməti 6-dır da, düzdürmü? 6, 0, 1, 2-nin içində var. Aysa, yoxdur, yox. Yoxdursa, buraya düşməyəcək. Bax, bunun içərisindəki bu girintiyə düşməyəcək. O zaman bura düşəcək. Return qaytarır da, qiymət qaytarır demişik. Return bizə nə qaytaracaq? Bax, F, X çıxılsın 1. X-in qiyməti nə idi? 6. 6 çıxılsın 1 nə verir? 5. F5 vurulsun F. X çıxılsın 3. Yəni 6 çıxılsın 3. Olur nə? 3. Bərabər. F5 vurulsun F3. Bax, biz nə F5-in qiymətini bilmirik yenə də, nə də F3-in qiymətini bilmirik. Buna görə gəlib hər ikisini yenə buradan yuxarıdakı proqramdan tapa bilərəm. Yenə qaydıram bura, F5-i axtaram birincisi. Təzədən onu yazıram. F5 bərabərdir. Bax, burada X-in yerinə 5 yazıram bu səfər. Ne deyirəm? 5, 0-ın, 1-in və 2-nin içində var. Yox. Yoxdursa yenə aşağı düşürəm. Aşağı düşürəm və buradan deməli X-in qiyməti 5-də hazırda. 5 çıxılsın 1. Olur 4. Vurulsun F. 5 çıxılsın 3. Olur 2. Bərabərdir. Sonra mən indi F4-ü də bilmirəm ki, bura yerinə qoyum tapam da. Yazıram indi F4 bərabərdir. Bax, yenə də bu səfərdə X-in yerinə 4 yazıram. Bu səfərdə X-in yerində bura 4 olur. 4 olanda düşürəm aşağıya. Deyirəm 4, 1000, yəni 4 bunun 0, 1, 2-nin içində var. Bu da mənə yox verir. Yox versə yenə burada returnə düşürəm. Yenə buradan bax, F 4 çıxılsın 1 olur 3, vurulsun F 4 çıxılsın 3 olur nə? 1. Bərabərdir. Sonra F3 də yoxdur məndə. F3-ü axtarıram. F3 bərabərdir. Yenə 3, 1, 0, 1, 2-nin içində var. Yox. Yoxsa yenə aşağıdakı litərə düşürəm və olur nə? F3 çıxılsın 1. Yəni 2 vurulsun F 3 çıxılsın 3-dən mənə verir 0-ı. Bərabərdir. İndi F2-ni axtaracağım. F2 bu səfər X-i burada 2 ilə əvəzləyirəm. Mən deyirəm ki, əgər 2 in 0, 1, 2, yəni 2, 0, 1, 2-nin içində var. Var, həqiqətən 2 burada var. Varsa mənə hə cavabını verir. Hə cavabını verəndə bu səfər return X-i qaytarır. X-in öz qiymətini, yəni X-ə 2 deyildimi? Elə bax, F2-yə deməli 2-ni tapıram mən. F2-yə də 2-ni qaytarmış olur. Sonra qaydıram yuxarı, bax burada. F3 bərabərdir, F2 vurulsun F0 idi da. F2-miz bizə 2-ni verdi. F0-ımız nə olacaq? Bax, F0-ı tapanda yenə 0 da var da 0, 1, 2-nin içində, düzdürmü? Yenə bu bizə, yəni return X-i, yəni də 0-ı qaytarar. Onda olacaq belə, 0 vurulsun 2, oldu 0. Burada hasilin hamısı 0 verəcək. Bütün qiymətlər 0 olduğuna görə. 0 var cavablarda burada aşağıda. Baxaq. 0 yoxdur elə. Yoxdur 0. Sən sual edim əmmə. 15-dir, hə, 0 yoxdur, yox. Bəs mən niyə 0 alıram? F2 bərabərdir. Bax, F2-ni axtaranda... Doğru cavab şey verirlər, əməl, 63 verirlər. 63. İndi bir şey deyəcəm. Sadəcə burada mən F3 axtaranda 3 çıxılsın 1, F2 vurulsun, 3 çıxılsın 3 də 0 eləmirmi? F2 vurulsun F0 olur. F0 axtaranda 0 bunun içərisində olduğuna görə bizə ilə return 0-ı qaytarır da. F0-a mən 0 alıram axı. Onda 0 olanda F3-ün qiyməti 0 olanda 0 vurulsun. Yenə F1-in qiyməti 1 olur. Yenə 0 verir. F4-ə 0 alsam 0 olursun F2. F2-də 2 dəfəşin yenə 0 olur. F5-də yenə 0 olur axı burada. İki dəqiqə. Bunun təzəsini təzən yazın.
Böyle bakın. Gözüm çimiştirirəm ki, diqqətsiz olsun, yoxsun. Ha, yok narahat olmuyorum da danışırız da. Belki İngilizce değiştirmeye yardımcı şey. Bilmem burada ya ben bildim problem nedir. Burada üstte gelen ikisi var ya. Bak bunu görmemişim ben bayaktan da. Hansı? Burada üstte gelen ikisi de var aha. Bak biz seni Sonunda, mesələrin sonundakı. bunu ben niye görmemişim bayak. Bunu görmemişim ya. Ben bunu icra Bəlkə etmemişim. üstündə yazanda hiss eləmişsiniz. Üstünde yazmışım ha. Karlama kimi düşürdü görmemişim ben bunu. Ha buna göre. Burada üstte gelen ikisi de var. Təzə yazacağım onda. Bax, bizə print K lazımdır. K da F6 idi, düzdürmü? Deməli, buradan 6 bulacaq. Bəli, verirəm yuxarı. Ay, sağ ol. İndi siz deyin davamını. İkisinin qiyməti indi 0, bunların içində altılar yoxdur. Aha, düşürəm aşağıya. Amma aşağı gəlirəm buradan Onda deyirəm F6 ki, bərabərdir. Bax, buranı verəcək bizə. Bax, F6 çıxılsın 1. Nə olur? 5 vurulsun F6 çıxılsın 3. indi əməllə bir söz deyim, o F hansı olur, elə altının özü olur, elə o vurmanın qabağında. İçindəki necə ki, bax, F-lər yerindədir, mötərizənin içərisində hesablayıram da sadəcə. Sizdə başa düşdüm. Möhtəzədən qabaq vuraq F yazılır. Ha. Biz o F hansının qiymətidir? F. Burada olan qiymətlər hansıdır? F. 3'dür ki. X-in 6 qiymətidir. Bax, 6 qiymətidir. Bu X-lərin yerinə qoyub elə Demək tapıram. o möhtəzədən qabaqdakı F-lər də 6 sayılır. Belə. Yox. O elə F-dir. Elə funksiyanın adıdır. İşarə bilir sadəcə olaraq. Sadəcə deyil də, elə bir ki, yuxarıdakı F-lə eynidir. Funksiyadır. Ona görə F-dir. Funksiyadır, yəni. F6 funksiyası, F5 vurulsun F3, üstə gəlsin X-in qiyməti var. Bax, 6. Qiyməti yenə oldu 6. Bərabərdir, bəli. İndi təzədən. Bax, mən buradan indi böyük olanı axtarıram. F5-i təzədən axtarıram. Çünki F5 olsaydı yerinə qoyub yazardım da. F5 axtaranda yenə qayıdıram yuxarı və buradakı X-in yerinə 5 yazıram. Yenə 5 yoxdur. Keçirəm aşağı düşürəm. Bəli. Deyirəm, buradan da təzədən 5-dən 1 çıxıram, 4 qalır. Vururam yenə F3 funksiyasını, oraya da 4 yazıram. 4 yazılır oraya artıq. Yox, burada 5 üçün özünü yazırıq. Üçün özünü yazırıq. Yox, bax, bura 5 qoyanda 5 çıxılsın 3 nə olur? 2 Hə, olur. 2 yazılır onda ora. 2. F2 üstə gəlsin Üstə X. gələk, təzədən 5. Aysa, bərabərdir. Sonra qalxıb yenə yuxarı qalxırıq. Görək burada 4 varmı? 4 də yoxdur. Gələm təzədən 4-dən çıxıram, 3 yazıram. Sonra indi burada 4-dən də 3-ünü çıxırıq, elə müəllimə? Bəli. 4-dən 3 çıxanda 1 qalır. Bəli. Üstə gələk 4. Aysa. Sonra qalxıram yenə yuxarı, 3-ü tapıram, yenə 3 yoxdur bunun içində. 3-dən çıxıram 1-i, qalır 2, 2 vururam. Buradan da 2-dən də 1 çıxanda. Yox, 2 yox, 3-də idik biz. 3-dən 3 çıxanda. 3-dən 2 çıxanda 3-dən 1 3. qaldı. Mən 3-dən 3 çıxanda 0. Bəli. Üstə gəlsin 3. Üstə gəlsin 3. Bərabər. Sonra qalxdıq, buradakı bizdə 2-dir. Bu 2 bunun içində var artıq. Rektör qiyməti oldu 2. Kaya verdik 2-ni elə burada. Bəli, deməli F2-yə tapdım 2. Hə. F2-yə 2 tapdım. İndi qalxıram yuxarı. Bax, burada F2-nin yerinə qoyacağım. Yazacağım belə 2 vurulsun. İndi F0-ı tapacağım. İndi orada o 0 yazıram elə. 2 vuraq 0. Bəli, vuraq 0, amma üstə O eləcək 2. Üstə gəlsin 3. Şimdi üstünə 3 gəlirəm 5. Yox, 2-ni 0-a vuranda mənə 0 eləyir. Burada 0 eləyir. Hə. Bəli. Yaxşı. 0-ın da üstünə 3 gələndə 3 eləyir. Bəli, aldım 3. Deməli, mən baxın fikir versin, F3-ə tapdım 3-ü ən sonunda. Hə. F3-ə 3 tapdım və yuxarıda təzədən gətirəm. Bu F3-ün yerinə 3 yazıram. 3 vurulsun. F1-imiz nə olacaq? Aysa 1 olacaq. 1 üstə gəlsin 4. 3 dəfə 1-in 3. 3 dəfə 1-in 3-ümüz 3 eləyir. 3-ün üstünə də 4 gəlir. Düzdürmü? Bəli, oldu 7. Aha. Təzədən qalxıram yuxarı. Bunu F4-ü tapmışdım da. F4-ü tapdım bu qiyməti burada yerinə yazıram. 7 vurulsun. F2-yə də 2 tapmışdım da. 7 vurulsun 2 üstə gəlsin 5.
14, 14 üstə 5 gəlir, alıram 19. 19. Aha. Bunu da F5'e tapdım. F5'e tapdığımda deməli gətir burada yerinə yazıram. 19 vurulsun. 19'u da vururam içər. Ay son içər. Üstə gəlirəm 6'lı. Bu deyir nə? 3 dəfə 9'un 27. 2 yadda. 3 dəfə 1, 3, 2 yadda 5. 57. 57 üstə də 6 gəlsəm 63. Deməli F6'ya tapdım 63. Aydın olur mu biraz? Bence Anam, bunu başa düşdüm. funksiyadır ya. Biraz başa düşdüm həmən. Aşağıdan doğru bir cavabını tapmalıyıq ki, Bəli, ondan sonra nəticəsini verməliyik. bəli. Gətir ifadə yerinə yazmalı. On altı. Çaldı. Yaz, mən yazmışam mənə. İyi variant aldım. Neçəyə baxaq onda? Ha? Neçəyə baxaq? 17'ye baxaq mənə. 17, 19. Aha. 17'də də yenə. Baxın, belə bir şey yazın. Burada, bax, üzr istəyirəm, sözünüzdə kəsirəm. Deyil. Burada 3 dənə A verildi, 3 dənə də rəqəm verildi. Aha. A-nın birinci A 2'dir, ikinci A 3'dür, üçüncü A da 5'dir. Bunu belə başa düşdüm. Aha. Sonra buradan gəlib, bax, indi burada birinci qarıq saldı məni. Bax, birinci A oldu 2, 2'yə vurdum, düzdür, 4 elədi. Bax, burada hansı ayı qoymalıydım, o qarıqdır. 3'ümü qoymalıydım, yoxsa 4'ün cavabını mı qoymalıydım ora? Aha. İndi mən sizə deyim. Bax, Aha, A-nın qiyməti birinci oldu 2. bəli. Sonra A-nın qiyməti 3 olanda bu köhnə qiymətini itirdi. A-nın qiyməti sonra 5 olanda bu köhnəni də itirdi. Deməli, ən sonunda A-nın qiyməti 5 qaldı. Biz 5 ilə işləməliydik onda. Bəli. Sonra gəlirəm bura. Bax, bu yazılış nə mənasını verir? Bax, bu yazılışın mənası bilsin nədir? K avıraq 2'ni alır. F də bax buranı alır. Onun cavabı olur, elə? Bəli, deməli K-nın qiyməti olacaq 5 vurulsun 2. 10. 10 olur. F-in də qiyməti olacaq 5'in 2'ye bölünməsindən alınan tam hissə. 5'i də 2'ye böləndə tam hissə 2 dəfə düşür də. 2 dəfə 2 4 edir. 10. Sonra yenə burada K bax buranı alacaq. F də buranı alır. Yəni K-nın qiyməti olacaq A-nın 4'e bölməsi alınan qalıq. Bizim A-mız Alımız yenə 5'dir. 5. Bəli, bəli, Onu 5'dir. bilmək istəyirəm. Bəli, 5'dir. 5'in 4'e bölməsindən alınan qalıq 1'dir. F də bərabərdir. 5'in 2'ye bölünməsi. 5'i də 2'ye böləndə 2,5 düşür də. Burada adi bölümü olduğuna görə cavabı bütöv yazdım. Tək gəlməlidir də. Bəli, Orada. bəli. Sonra təzədən K bərabərdir F yazıbdır. Yəni K-nın qiyməti F-in qiymətini alır. Yəni 2,5 olur. F də bərabər təzədən K yazıbdır. K-nın qiyməti 2,5 olduğuna görə F də təzədən o da 2,5'i alır. Sonra burada Burada yazılır. qiymətdən fərqli vermir müəllimə. Məsələn, F bərabər verəndə K-nın qiymətini yazın. K da bərabər də F-in qiymətini yazın. Şurası ki bakın burada K bərabərdir F oldu da düzdürmü? K-nın qiyməti oldu 2,5. K-nın qiyməti 2,5 oldu düzdür. Sonra təzədən F bərabərdir K olanda K-nın en son qiyməti bu deyilmi? Məcbur F də bunu götürür də. Yenə F-in qiyməti də ona görə yenə də 2,5 olur. Yəni en sonuncu qiymətini götürür K-nın. O da eləyir onda F-lə də K-nın toplanır da. 2,5 ilə 2,5 toplayanda. Bizə 5,0 verəcək. Alayım. Mən sadəcə olaraq mən elə bilirdim ki, 3 dənə A, 3 dənə də rəqəm özlüyündə götürülür. Belə. 19 müəllimə. Aha. Deməli 19'u da deyir ki, klaviatura proqram icrası zamanı klaviaturadan bax bu ədədlər daxil olunarsa nəticəni müəyyən edin. Bax bu ədədlər bizə inputa verilir.
Input bu ədədləri alır. Amma sonra orada split var. Split bizi neyir? Split var, bunu çevirəcək siyahıya. Tək-tək hər elementi qiymət eləyəcək. Yəni tək-tək bax belə. Bəli, bəli. Tək-tək dırnaqda yazılır. Tək-tək 4, sonra 3, sonra 2, sonra 1, sonra da 6 olacaq. Tək-tək dırnaqda yazılsa, yəni split sətri siyahıya çevirir. Və bu da siyahı da sətri siyahıya çevirdim. Sonra B bərabər boş bir siyahı veribdim. Sonra da for in range len A. Len A da bunun uzunluğu da. Uzunluğu da 1, 2, 3, 4, 5, 6, 7 dənə. Yəni olur burada 7. Bəli. İ'nin qiyməti deməli olacaq belə. 0, 1, 2, 3, 4, 5, bu da 6. Sonuncu qiyməti götürmür. İ'nin qiyməti 0 olanda gəlirəm bura. Deyirəm ki, bu səfər i'lərin yerine 0 yazıram. Bax, burada 0 yazıram, burada 0 yazıram. A'nın 0-cı elementi bərabərdir. A'nın 0-cı elementi amma tam ədəd, int olsun. Int nədir? Yəni tam ədədə çevirəcək. Yəni burada elementlər hamısı sətr tipləri gördüyünüz kimi, yəni dırnaqda yazmışam da. Amma hamısını bu səfər int eləyəcək. Bax, bu int hamısını tam ədədə çevirəcək. Belə ki, 0-cı elementdə dırnaqlar silinir. Eləcə 8 olur. Aydındır. Sonra i'nin qiyməti 1 olanda bu səfər A'nın birinci elementi bərabər A'nın birinci elementinin inti, yəni tam hissəsi. Bu səfər A'nın birinci elementdə dırnaqlar silinir, sadəcə tam hissəsi qalır. Bu da şeydi də 0 idi. İndi yaxşı mənim, o dedi 8-dir elə. Onda təzdən mən o aşağı düşürəm, təkcə A'mız da 8 olur elə onda. İndi ben deyəcəm. Sonra deməli bu proqram neydir? Bütün dırnaqları silir, ədədləri tam ədədə çevirir bunların hamısını. Burada 3 var da. Sonra bu dövr bitir. Bunun hamısına baxır, qutarır, bitir. Bitəndən sonra təzə bir də gəlir bura. Bax, for i in A. Bu səfər bu yazış o deməkdir ki, i'nin qiymətləri A siyahısının elementləri olacaq. Yəni i'nin qiymətləri olacaq nə? 8, 0, 4, 3, 2, 1 və 6 olacaq. For i in A-nın yazışı deməkdir. Yəni i'nin qiymətləri A siyahısının elementləri olur. i'nin qiyməti 8 olanda gəlirəm bura. Deyirəm ki, əgər 8-in 2-yə bölünməsindən alınan qalan 0-a bərabərdir. Bərabərdir. Verirsə onda B nöqtə append i. Append nə edir müəllimə? Bəli. Append yazılır. Append əlavə etməkdir. Əlavə etmək. Onu bir dənə qeyd götürməliyəm. Yazmışsınız dəftərinizə və yenə yazın ki, yadda qalsın. Yazmışım mən, yazdım sizə. Bir dəfə də yazın, eyb yoxdur, laf əlinizin altında olsun. Append əlavə etmək. Onu yazacaq, B siyahısına i'ni əlavə edir. İ'nin qiymət 8-də axı. Yəni B siyahısına 8 əlavə edir. Bunları silirəm. Bura 8 yazıram. Sonra i'nin 0 qiymətində bu səfər B siyahı, baxın, dedim. B-yə 8 yazdı sənə müəllimə. Necə? B yazdı sənə 8. Bəli, B siyahısını yazdım da. Çünki B nöqtə append yazıb. Yəni olduğuna görə, 0 cavabı həqiqi olduğuna görə biz apardıq. Bəli. Həm həqiqi oldu, hə cavabını verdi bizə. Həm də buraya yazıb ki, B nöqtə append i. Yəni B siyahısına əlavə elə i'ni. İ'miz də 8 idi. Ona görə B siyahısına 8 əlavə elədim. Sonra i'nin növbəti qiyməti 0 olanda, gəlib deyirəm indi, əgər 0-ın 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdir, bu da bizə hə verir. Hə verirsə, B siyahısına əlavə edirəm i'ni, yəni 0-ı. Bəli, bu səfərdə 0 əlavə edirəm. Sonra keçəm i'nin 4 qiymətini. Bəli. Deyirəm 4-ün 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdir, bu da hə verir. Bu səfər B siyahısına əlavə edirəm i'ni, yəni 4-ü. Bəli. Sonra keçəm i'nin 3 qiymətindən. Deyirəm ki, əgər 3-ün 2-yə bölünməsindən alınan qalıq yox olur. Yox olursa 2-nin 6 yazdım, elsə düşürəm. Elsin əməliyyata baxıram ki, break yazılıb bura. Break. Break nə deməkdir mənim? Break ingiliscəsində sındırmaq deməkdir. Yəni ki, sonlandırmaq, sındırmaq.
Breka rast gəldinsə, dövr sona çatır. Dövr sonlanır. Daha sən keçib bunun digər qiymətləri yoxlamayasan. Dövr sona çatdı. Və print B. B-yə də ən son nə almışdınız? 804 almamışdınız. Onu da çapa verir və bitir. E variantı. Şimdi breki yazın Mehmet. Breki yazın. Yazdım ben de. Yazdım. Size diye yazdım ben burada. Sonlandırma yazdım. Ha, breki rast gəldinsə, dövr yarımçıq sonlandırır. Evet, yazdım onu. Size diye yazdım. Aha. Bunda silə 19 çıxardı elə, 20 də yoxdur elə. Yazmışam, 20'ni düz çıkarttım ben. Aha. 20, mən 8 aldım. Bu dəfə şükür, mən 8 aldım. Evet. İndi keçək, kitaba keçək müəllimə. Başqa var mı istədiyiniz sınaq? Var çəkdim. Bir də sizin sınaqlardan bir axtarımızda. Onda rəqəsə hana. Baxa. Onlar da deyə də bilmirəm. Hepsinin nəydi ondan var. Kaç Keçən dedi? səfər atmamışam onu sizə, müəllimə, doğru cavabları. Məncə baxmadıq, yox. Dedim, amma atmadım. Eləmişdim, doğru dürüst cavablarını. Bir dənə siz atın mənimlə, ikinci dəqiqə. Ay Bədinə, bəyək burada vərək var, apardın sən. Həmən, sizin sınaq ayın neçəsi olacaq? Sizin imtahan ayın neçəsi olacaq? 23. Bəs birinci səfər verənlərin kimi səsindədir? İnformatika. Hə. 24. Hə, bir gün əvvəl verirsiniz sadəcə, değil mi? Hə. Anladım, onun vərəqəsini harasa qoymuşam, tutmamıram. Küçük kitaba. Hə, ev yoxdur. Olmasın şeyin, yəni. Və buradaydı, Mədinə hara apardı bilmirəm. Hələ də telefonlarından götürdüm. Ev yox, get taparsınız, gəlin dəst baxarıq. Hə, gələn də fonda işləyərik. Sizdə var, benim səfər imtahan verən informatikada müəllimlərdə. Məndə 2 dənə müəllimə var, 3 dənə müəllimə var. Onlarla biz elə bir ki, ilin əvvəlində qoşulduq. Onlar 1-2-3 ay öyrəndilər, 3-4 ay belə. Yəni, yaxşıdırlar. Dedilər ki, yəni ehtiyac deyil də, belə hələ ki dayandıraq. Ara-sıra sınaqlar işləyərik. Dedim, mən yaxşı, yəni tez də başa çatdıq, yəni onlara kitabları tez çıxarıb çatdıq. Amma bir səfər, yəni 2 dəfə verirlər də, belə deyək. Məzuniyyətdən qaydanlar var, ondan. Yox, onların üçünü tamam olmamışdı sadəcə olaraq, keçən vermək üçün. Miqdən gedənlər imiş. Hə, miqdən də təzə keçmişdilər, özləri yüksək balla keçmişdi. Yəni, əslində o qədər də ehtiyac deyildi. Sadəcə biraz elə bir ki, narahat idilər ki, bir nətər olar, nə bilməm. Yəni, qoşulduq, onlarla bir 4 ay keçdik. Yəni, yaxşıdırlar. Yəni, onda görüm ki, onlara ehtiyac deyil də. Yaxşı da hazırlaşmışdılar, yəni, yüksək balını qəbul olmuşdular. Yəni, siz yaxşısınız. Dedilər, yoxdur, bir dəfən keçərsinə. Yəni, biz 4 ay bütün proqramı qurtardıq onlarla. Üstündən keçdik hamısını təmizdən, sıfırdan da, belə deyim. İndi də müəllimələrlə yəni, özüm yazdım ki, bəs nə yerdədir? Yəni, kiməsə qoşulması neynəmsiz? Deyir ki, yox müəllimə, yəni ehtiyac deyil də, heç kəsə qoşulmamışıq. Elə 4-ümüz qrupda bir-birimizdən elə sınaqlar işləyirik. Yəni, qruplara atılan sınaqlardan, deyilən müəllimlər də sınaqlarda dağıtırlar. Elə onlara baxırıq, yəni yetərlidir. Deyirəm ki, sizə yetərlidir. Yəni, 4 ayda biz onlarla təkərləmişdik. Hər şey bilirdilər. İndi sadəcə ona görə bir məsələ deyim, olan ki, nə vaxtdır? Hə, onlarda 24-dür, bizdə 23-dür, bütün qabaq. Belə. Ümumiyyətlə, kəsilənləri 24-ünə, 23-ünə saxlayalmışım. Bütün fənləri eyni. Fizikadır, Qarışıq verir. biologiyadır. Onda qarışıq.
23-dür. Özdə bir binada olacaq Gəncədə. Bir binadadır. Ha. Özdə amma çox təəssüf ki, sınaq eləmirlər də. Sizə sınaq da salınırlar. Bəs yazmışlar ki, o Sadət müəllim paylaşmışdı. Dedi ki, olacaq sınav, o da olmadı. Yox, mən təzədən elə yazmışdılar. Amma o gün başqa bir şey qabağıma çıxdı məlumat. Orada sıfır ilk dəfə verən fənlərin tarixdir, nə bilim nədir, o bir fənlərin adları var idi. Hə, o sonra qaçdı elə dedilər. O kimsə reklam üçün paylaşır, bəzən kimsə yalandan məlumat paylaşır. Yanlış informasiya paylaşırlar, maraq oyatmaq üçün. Hə, qruplarına kimsə. O biz getdiyimiz şeydə, təlimdə bu günlər müəllimə atıb ki, ayın 30-u 5 nömrəli məktəbdə spasiya səviyyəli şey var. Prosta dövlət eləmir və məktəb özü eləyir. Olsun. O da yəqin ki, elə o təlimi keçirən şəxslər edir də, belə çıxır ki, elə deyil. Yox müəllimə, o başqa bir adamdır. Bununla ödənişlidir. Deyir ki, məktəbə gəlsin, sadə formada da imtahan kimi verdi. Nə qədərdir ödənişi? 12 manat verdi. Mən də yazdım birinci ki, varmı? Birinci istədim gedən, o da dedi yoxdur. Onun sonra da heç boşmadı. Müəllimlər, o hər yolla pul qazanırlar. Olmağına vallahi hər tərəf sınaqdır da. O qədər sınaqlar var gəlimizin altında. Elə mən onu dedim birinci istədim gedəm. Sonra dedim ki, 10 gündə siz atdığınız da olsa sınaqdır. Mənə fərq var, ya getdin orada onunla məşğul. Hələ müəllimə, məndə yenə laf çoxdur, yəni sınaqlar. Prosta özüm hamısını birdən göndərmirəm. Siz onları qutarın, mən sizə yenə göndərəcəm. İşləyəndə də, onsuz da kompüter əlinizin altındadır. Açırsınız kompüterdə, lab kompüterdən işləyində. Orada da tam posta kompüterdə telefonda çox şey edirəm. Müəllimə, bir də bu Günel müəllimənin bir sualı var idi. Mən orada 50 alırdım. Bu cavabı 56 çıxardırdı. Onun o kanalına daxil olun sizdə. Mən açılım. Keçib deyil, sizi də yoracaq. Narahat olun. Burada burada bu suala baxın. Mən o sıfırlamalarda 56 aldım. Burada hansıdır? Son da verdilər tarixdir. Eğer biz sıfırdan 5'e kadar yazırdım. Bunları değil. Mən videonun içərisində yoxsa açıq sualdım. Bax, ekrana baxın, açmışam. Yok, açıq sual. Bax, bu verir video kimi. Məsəl üçün, A bərabər 33, B bərabərdir bu formada. Çünkü onun Instagram'ında da. Bir de Google Mədinədən gətirmişəm. Ay, Sən enerji məşğulsun sən. Otur yaz da. Akşamda hapishanede olacak. Sabahta hapishanede dostu o hele girir. Buna çok maraqlı gəlir. Bilirəm, işlədim. Sadəcə olaraq onun şeyində verdiği 56 hardan məsələ bu 56'dan çatmadı. Mən dedim ki, bir ona baxım, görüm o niye 56 oldu ki? Hə, tapdım. Atıram, bax müəllimə. Göndərmə. Siz bildiyimə görə mənə çox maraqlı gəlir ki, yaxşı da. Götün bu qahanı. Götün bu atar. Ala, verdim də. Gəldi müəlliməsinə. Bəli. Bax, bunu deyir. Bax, mən onu 50 aldım. Amma burada da 56 çıxardım cavabı. Gəlin baxaq. Deyir ki, bizə 0, 1, 2, 3, 4, 5 rəqəmlərindən istifadə etməklə rəqəmləri təkrarlama, yəni neçə, 4 rəqəmi cüt ədəd düzəltmək olar. Deməli, 4 rəqəmi cüt ədəd dediyinə görə bunun sonu 0, 2, yox, sonu. Bizə deyək ki, cüt ədəd olsun. Hə, sondan başlayalım. Cüt ədəd olsun. Yəni, sonu 0-la qurtara bilər. Sonu 2-ilə qurtara bilər. Bir də sonu 4-lə qurtara bilər. Düzdürmü? Hə, 0-la, 2-ilə və 4-lə qurtarsa bu cüt ədəd olar. Eyni zamanda rəqəmləri təkrarlanmamalıdır. Rəqəmlər təkrarlanmamalıdır və 4 rəqəmi ədəd olmalıdır. Yəni, 1, 2, 3, bu da 4 rəqəmli. Yenə 1, 2, 3, bu da 4-cü, 1, 2, 3 və bu da 4-cü.
Deməli, birinci halda 4 rəqəmidir. Sonuna 0 yazıram. Əvvəli sıfırdan başlaya bilməz, düzdürmü? Bəli, Amma əvvəlində biz 1, 2, 3, 4, 5-i yaza bilərəm. 1, bəli. 2, 3, 4-ü və 5-i yaza bilirəm. 1, 2, 3, 4, 5-i yazıram. İndi ikinci yerdə tutaq ki, 1-i burada yazmışamsa, burada sadəcə Onda 2-ni, 3-ü, 2-dən 4-ü, başlayıram hə, o 5-i zaman. yazıram. Bəli. Sonra 3-dən başlayıram. Bəli, 3-ü, 4-ü və 5-i yaza bilirəm burada da. Bəli. Oldu nə? 1, Sonra 2, da 3, 4-lə 5-i hə. yazıram ora. Bir də 0 daxil olmaqla. Bəli, 5 vurulsun Hə. 4, vurulsun 3, vurulsun 1. Bir də bu sıfıra görədir də, sonra da 0 qoyuram. Deməli, oldu nə? 5 dəfə 4-ün 20, 20-ni də 3-ə vuranda, belə də 60. Birinci halda 60 aldım. İndi sonra ikinci halda bax, sonra 2 ilə qurtarırsam, mən bunun əvvəlində həm 0 yazamıram, həm 2-ni yazamıram. Deməli, burada 1, 3, 4 və 5-i istifadə edə bilərəm. 1, 3, 4 və 5-i istifadə edə bilərəm. İkinci yerdə 0 yazmamışam da, artıq ikinci yerdə 0-ı, 1-i yazmıram, 3-ü, 4-ü, 5-i. 5. Aynen. Burada isə 0-ı da atsam, 3, 4, 5 qalır. 4, 5. Hə, deməli oldu nə? 2, 4 dənə. 4 vurulsun. Sonra yenə 0-ı da istədə bilməsəm, 4-ü də istədə bilməsəm. Deməli oldu 4 Hə, vurulsun yapamam. 4. Bəli, vurulsun 3, vurulsun 1. Bu da 4 dəfə 4 16, 16-nı da 3-ə vursam 48 edir. 48 də burada, bax 48 burada, 60 burada. Sonra gəldim sonu 4 ilə qurtaranlar. Sonu 4 ilə qurtaranları da yenə əvvəldə 0 və 4 istifadə edə bilmirəm. Ona görə 1, 2, 3 və 5 istifadə edə bilərəm. Burada yenə 0 istifadə edə bilsəm, 0, amma tutaq ki, 1 istifadə edə bilmirəm də. O zaman olur 0, 2, 3, 5. Burada 0 da yazmasam, olacaq nə? 2, 3, 5. Ay, son. Oldu nə var? 4, vurulsun yenə 4, vurulsun 3, vurulsun sonunda da bir dənə 4-ə görə 1. Yenə 4 dəfə 4-ün 16, 16-nı da 3-ə vursam yenə 48 edir. Deməli aldım 60, 48, 48. Sonra bunları Mən topluyorum. sonra 48 almamışdım. Almamışdım. Hə. Bu da 48, 48 edir nə? 80, 8, 96, 96 sonra 60 gələndə 156. Get. Sonda 10 tane səhvli. Səhvlərlə 2 kitaba. Keçək. Sonra yenə bir axırıncı izahıma 66 vermişdik elə kitabda. Yoxsa verirdi. Bu səhifə 145 edirsin. Verdiniz mənimlə. Bəli, yadımdadır. 0 bunu 2 saçlarına çevirdik. Hə, dedim ki, burası 8-liyə çevirir, burası 2-liyə çevirir. Hə, onu işlədim. 67-yi yazmamışam. Dedim 67 də uzundur, lazım deyil. 68-ə baxdım. 69-u da dedim özüm işləmişəm. Hə. Orada keçdi. Məncə 67-yi də işlədik. 71-i də işlədik. 72-dən qalmışdı da biz orada. Hə, məncə də elə oldu. Hə, 72-dən qalmışam. 72-dən də elə 72-nin özünü yazmamışam. Buradan da elə bir 73, 74 işləmişəm. Sonra gəlib burada 79-u yazmamışam. İndi mənə bu 72-ni biz indi yazmağa başlayanda hardan başlamalıyıq? Aşağıdan gəlir burada müəllimə. Bəli, Aşağıdan deyəndə rengindən 1-dən 6-ya qədər olandan başlayır. bəli, bax bu return aşağısı var. Bax burada P bərabər 0. Demirəm, bir sözü rengindən. Hə. Bəli. Deməli, Rengindən aşağıda başlayır. bəli. Yəni bir sözü bu return yazılı var. Return altından başlayır başlananda. P bərabər 0-dır for i in range 1-dən 6-ya. Yəni i-nin qiymətləri olacaq 1, 2, 3, 4 və 5. Birinci səfər i-nin qiyməti 1 olanda gəlirəm bura. P bərabərdir. P üstə gəlsin. Yəni 0 üstə gəlsin. H-i. İ'miz də 1 də oldu H1. İndi mən gəlib H1-i buradan tapmalıyam ki, gətirəm burada yerinə qiymətini yazım. H1-i axtaranda yenə S bərabərdir 1, I bərabərdir 1. Gəldim bura. Deyirəm indi 1 kiçikdir bərabərdir. Bir sual verim müəllimə. Siz H-a 1 yazdınız elə. H-ın X-inə.
Defa. Hə. O biri orada olan yazdığımız şeyini yazdır da. Ne deyirsiniz olan renginde olanlardan. Bəli. İ'nin qiyməti orada həm yox, i'nin burada özü verib axı bir qiymətini. Bildim yani o Hə. i'ni götürdü. Hə. Bəli, burada h-i'nin yerinə yazdım. i, bəli, buradakı i'dir, bəli. Buradan da h1'i gedirəm, burada axtarımda x-in qiymətini 1 ilə əvəzləyirəm. Onu sal vermək istəmədim. Deyirəm, yəni o yuxarıda h-ın qabağında verdiyimiz bir i'nin qiymətidir, yoxsa özü verdiyi i'nin qiymətidir? Bəli, i'nin qiymətidir. i'nin qiymətləri olacaq. Sonra buradan gəlirsən, i'nin qiyməti 1'dir, x-in qiyməti də 1'dir. Deyir ki, 1 kiçikdir, bərabərdir 1-dən. Kiçik deyil, amma bərabərdir. Yenə yox sözü deyilir. Yox, müəllimə. Bax, onu həmişə siz qarışdırırsınız. Bax, 1 kiçikdir, bərabərdir 1. Baxın, kiçik olmasa da bərabərdir. Bərabərdir deyə 1-1-ə bərabərdir, hə verəcək mənə. Bax, bunu qeyd yerinə yazın. 1 kiçikdir, bərabərdir 1, bizə hə cavabını verir. Çünki orada 1-1-ə bərabərdir. Bərabərdir 1-dən hə cavabı. Sonra keçdik burada aşağıda bizim qiymətimiz i'dir. Yox, s'in qiyməti 1 idi. Biri də vururam 1'ə, bu da oldu 1. Sonra i'nin qiyməti 1'dir. Birin də üstə 1 gəldi, bu da oldu 2. Sonra qayıdıb bir də dövrüyə gedirəm. Deyirəm ki, i'nin qiyməti 2 də artıq. 2 kiçikdir, bərabərdir 1'dən. Xeyr, yox verir. Yox verirsə, return s. Yəni, return s-ə də keçiriksə, oradan, indi buradan hara gedir ya müəllimə? Baxın, return s. Return nə idi? Qaytarırdı elə. Bəli, s-in qiymətini qaytaracaqsan axtardığın şeyə. Yəni, sən h1'ə qiymət axtarırdın da, ona görə gəlmişdin bura. Return də həmin h1'ə bu s-in qiymətini qaytarır. Aydındır? Biri veririk də, onda bizə. Bəli, yəni s-ə 1'i veririk. Yəni h1'ə də 1 aldın. Yəni 0 üstə gəlsin 1 oldu. O da verir elə bizə 1. 1. Sonra yenə qalxırıq biz burada desək elə müəllimə. Baxın, indi i'nin 2 qiymətinə keçirəm. Keçəm i'nin 2-ci qiymətinə. Bu səfər də yenə p'miz artıq 1 olubdur. Bax, 1 üstə gəlsin h-i. i'miz də 2-də h2. Deməli, mən indi 1 üstə gəlsin h2-nin də dəyərini yenə qalxıb yuxarını tapmalıyam. H2-nin də qiyməti 2 öz yerində qalır, gəlirəm i'yə. İndi bir dənə bir sual verin mənimə. Burada i'nin qiymətini yenə mən təzən bir də davamlı eləməliyəm elə. Yox, davamı yox, təzədən hər şey sıfırlanır. Yox, o i öz yerində yenə 1 kimi qalır. Bəli, orada 1 verir də ona görə. Yaxşı, burada da yenə sual verir ki, 1 kiçikdir, bərabərdir. Burada artıq x-dir. Bəli, x-i də 2 aldı da, bəli. 1 kiçikdir, bərabərdir 2-dən hə cavabı verdi burada mənə. Sonra s də bərabərdir, s-in qiyməti 1'dir. Vururam da 1'ə, i'nin qiyməti də 1'dir. Bu da elədir 1. Sonra i də bərabərdir, i'nin qiyməti də yenə 2 elədir. Bu da 2 elədir, 1 bərabərdir 2. Buradan mən yenə düşürəm. Yox. Qayda vailə şərti bir də yoxlayaq. Şimdi indi sual verir. İndi burada artıq i'mizin qiyməti 2'dir. Deyir ki, 2 kiçikdir, bərabərdir 2'dən. Artıq yox sözü verir. Hər sözü verdi. Saçıram yeni. Hər sözü verir. 2 kiçik bərabərdir 2, bu da mənə hə verir. Hə verir, bəli. Hə verdiyinə görə biz burada qiymət qaytarmalıyıq da. Yox, bunu gedişatlı işləməliyik. Yəni indi burada təzədən biz veririk ki, s-imiz 1 idi. Birində i'mizin qiyməti də 2 olur. 1 2'ye vururuq.
Mənim burada biri 2'ye vurun. iki hansının oldu artıq. Bakın S vuraq i. S'imiz 1'dir, i'miz 2'dir burada. Üzr istəyirəm. Yaxşı dəqiqə onda qoyacağımda deyim onu. S-də bərabərdir. 1 vuraq 2, bu da oldu 2. Təzədən 2 yazıraq. Hı hı. İ də bərabərdir. Bir də i-nin qiyməti 2 idi. Üstünə də 1 gəlirəm. Bu da oldu 3. Bəli. Yenə qayıdıram yuxarı sual verirəm ki 3 bərabərdir 2-dən. Hı hı. 3 bərabərdir 2-dən yox deyildi burada. Hı hı. Yox sözü verdi. Yox sözü verəndə mən onda aşağı düşürəm. Hələ Bəli. reytura qiymət verirsə. Bəli. Qiymət də verəndə biz artıq 3'ü veririk də S-ə müəllimə. Niye 3'ü veririk ki? S'e ne tapmışıq? S-imiz 2 idi. Nəticədə 2'ni veririk. S, əgər 3 desəsi olsaydım qabağına i yazılmalıydı. Burada Bəli, S bəli. veririk onda. Bəli. Aha. Deməli İki burada verdik. H2'ye biz, bakın H2 2'ni qaytardı return. Yəni S'in qiyməti olan 2'ni qaytardı. Onda olacaq 1 üstə gəlsin H2'nin qiyməti, yəni 2. Bu da oldu 3. Bakın davam burada yazar. Bərabər 3 oldu. 3 oldu. Şimdi biz bunu qayıdıb bir daha aşağı 2 yox 3 verdik yuxarıda defin qabağında. Ay sağ ol. Bəli. 3 verdik. 3 verəndən sonra indi burada aşağıda mən 3 verdim. Səhv o getişatı S-də bərabər. Mən təzdən yedim. Onu qaydıram bir də yemək istəyirəm. Bəli. Şimdi burada sual verirəm ki aha, verirəm ki 1 bərabərdir 3'dən. Bəli, hər verdik. Sonra S-də bərabərdir. S-inin qiyməti 1'dir. Vururam da i-nin qiyməti də 1'dir. Bu da elədir 2. 2 elədir. i də bərabərdir. i-nin qiyməti 1'dir. Üstə gələkdə 1. Bu da oldu 2. İynən 2 oldu. Yenə qalxıram yuxarı. Deyirəm ki 2 kiçikdir. Bərabərdir 3'dən. S bərabərdir. S-inin qiyməti olmuşdur 2. i-nin qiyməti də olmuşdur 2. Vururam 2, bu da elədir 4. Sonra i də bərabərdir. i-nin qiyməti 2'dir. Üstünə də 1 gələrəmsə olar 3. Mərhaba, burada bir səhv elədiniz. Nasıl elədim anne? S'in qiymətində. S-in qiyməti müəllimə 1 idi. 2'ye sonra vurup i'ye. 2'ye. i-nin qiyməti də 2'dir. 1'i 2'ye vururam. Mən 4 yazmışam. Ama 2'ni 2'ye vurmuşam. Eyman burada. Ha, bir iş. 1'i 2'ye vuranda 2 edir. Hə. Bəli. 2. Sonra i-nin qiyməti 2 idi. Üstünə də bir gəldim 3 oldu. Bəli. Bir də qalxıram yuxarı deyirəm 3 bərabərdir. 3'dən hə verirəm. Hə verirəm. S də bərabərdir. Şimdi burada S-inin qiyməti 2'dir. Bəli. 2'dir. i-nin qiyməti də 3'dür. Bəli. Bu da elədi 6. Bəli. Sonra i də bərabərdir. i-nin qiyməti 3'dür. Bizə də bir gələn bu da oldu 4. Bəli. Burada artıq işləməyəcək. 4 bərabərdir 3'dən. 4 yox sözü verir artıq. Yox. Yox verəndə biz qiymətimiz, S-imizin qiyməti reyturda olur 3'ə 6. Reyturun S-i oldu 6. Bəli. Onu da biz aşağı düşürük. Burada da biz 3 üstə gələk yazısız da sonda elə müəllimə. Bəli. Şimdi o 3'ün üstüne 6'nı yazıram elə mən oraya yoksa Bəli. nə? Bəli. Bəli. 6'nı yazdım. Bəli. Aha mən indi qaydıram i-ni. Bunu topladım 9. 9'u mən hara qaydıp yazmalıydım? Təzədən 9'un üstünə gələcəm. Baxın yenə h i'ni. Yəni h bu səfər də i'nin yeri 4 yazılır. Da h 4'ü. Gəlirəm indi 9'un üzərinə. Yəni belə başa düşdüm ki, bunlardan aldığım cavabı yox, sadəcə olaraq i-nin qiymətini h-la aparıb oraya yazıram. Bəli. yuxarıda. Oraya yazırsan aldığımızı gətirib aşağıda toplayırıq. Hə, buradan da təzdən yenə
Haşım 4'dür. Yenə S bərabərdir 1. I də bərabərdir 1'dir. Buradan da seni gələndə. Şimdi mənim i'nin qiyməti burada 1'dir. Kiçikdir, bərabərdir 4'dən. Hə. Sonra da S bərabərdir. i'nin qiyməti 1'dir. Vururam 1'ə. 1'ə. Hə. 1'ə vurdum. Bu da oldu 1. Sonra i də bərabərdir. i'nin qiyməti 1 idi. Üstünə də 1 gəlirəm. Oldu 2. Həzdən eynən qalxıram. Deyirəm 2 kiçikdir, bərabərdir 4'dən. Hə. S də bərabərdir. S-in qiyməti 1 idi. i'nin qiyməti 2'dir. Bu da elədir 2. Həzdən i də bərabərdir. Burada i'nin qiyməti 2 idi. 2 üstünə 1 gəlirəm. Bu da oldu 3. Bəzən yenə sağ verirəm ki, 3 kiçikdir, bərabərdir 4'dən. Hə. S də bərabərdir. S-in qiyməti 2'dir. Vururam i'nin qiymətinə 3'ə. Bu da elədir 6. Bir də bərabərdir. İ'nin qiymətinə 2'dir. Üstünə də 1 gəlirəm. Bu da elədir 4. Deyirəm 4 kiçikdir, bərabərdir 4'dən. Hə. Bu artıq bir sıra qiyməti S-i 4 verir. Yox, mənimlə 4 yox. 6'na. 2 dəqiqə baxın mənimlə. Qulaq asın. 4 kiçik bərabər 4 şərti sizə nə verdi? 4 kiçikdir, bərabərdir 4'dən. Həni verdi mənə. Aysun. Hərdirsə düşün aşağıda hələ. S bərabər S bərabər i'ni Hə, verir. işləməliyəm hələ. Aha. S də bərabərdir. S-in son qiyməti 6 olub. Vururam da 4'ə. Elədi 24. 24. Sonra i də bərabərdir. Tabii i'nin qiyməti 4'dür. Üstünə də 1 gəlirəm. Bu da oldu 5. Evet. Şimdi buradan qalib yenə sağ verirəm. 5 kiçikdir, bərabərdir 4'dən. Yox. Burada işi icra edeyim, yoxsa davamı rektora keçməliyəm? İndi bax soruşarsınız da 5 kiçik bərabəri 4'dən. Yazdım, yox, burada yox sözü Yox. verdi. İndi Hə. orada deyirəm S-dən i'ni icra edeyim müəllimə. Bəli, yox sözü verdinizsə düşürəm return-ə. Return S-i. Yəni S-ə də 24'ü. verirəm mən təzdən 24. Bəli, 24'ü qaytarıq bax bura. H4'də deməli 24 tapdıq. Onda 9'un üstündən də bu səfər 24'ü gəlirəm. Bu deyir nə? 33. Aha. 33 də yazıram. Üstə gələk. H5. 5. Ay son. En sonuncu da artıq. Üzərə gələcəm H5'i. Yəni təzədən də yenə H5'in qiymətini axtarıram bax burada. Bu səfər də x-in yerini 5 yazıram. Mesela H-ın yerinə 5 yazaramsa, S bərabərdir. Bir də bərabərdir 1. İ'nin qiyməti 1'dir. 1 bərabərdir 5'dən. Hə. S də bərabərdir. S-in qiyməti 1'dir. Vururam da 1'ə. Bu da elədir 1. Təzdən i'nin də qiyməti 1'dir. Üstə də 1 gəlirəm. Bu da elədir 2. Bu hissələr təqribi mexanik. Sonra buradan biz indi i'miz olub 2 kiçikdir, bərabərdir 5'dən. Hə. S də bərabərdir. S-in qiyməti 1 olubdur. İ'nin qiyməti də 2 olubdur. Bu oldu 2. Məzdən i'nin də qiyməti 2'dir. 2'nin də üstə 1 gəlirəm. Bu da oldu 3. Buradan bir də qalxıram. 2 soruşuram. Yenə hə sözü verdi mənə. Aşağı düşdüm. S-dən də 2'ni də vururam. 3'ə. Bu da elədi 6. İ'nin də qiyməti 3'dür. Üstünə də 1 gəlirəm. Oldu 4. Buradan təzdən 4 kiçikdir, bərabərdir 5'dən. Hə. S də bərabərdir. Son qiymətim 6'dır. Vururam da 4'ə. 24. Burada i'nin qiyməti də 4'dür. Üstünə də 1 gəlirəm 5. Buradan bir də qarşıya gedirəm. Deyirəm 5 kiçikdir, bərabərdir 5'dən. Hər verdi. Təzdən S də bərabərdir. 24'ü vururam 4'ə.
Yox, əsla. 5'e. 5'ə. 5'ə. Buradan 5'ə 120 elədik. 120. Bir də bərabərdir. Yinin son qiyməti 5'dir. Üstünə də bir gəlirəm 6 elədir. İndi mən bunu qayıdıb bir də işləməliyəm də 6 kiçikdir, bərabərdir 5'dən. Yox. Esə verirəm mən 120. Esə 120 verirəm. Esə 120 verəndən sonra təzdən bizim son qiymətimiz də 33 idi. Üstünə də 33 gələsi olaramsa 150 elədi. Bitti. Dövr bitti. 150'dən Sonra dövr baxıb ehtiyac çox deşməyə eləməm. Bəli, mənim iyinin Hə, baxın, 5'ə qədər. 5'e gedərdi, hamısını baxıb tutardı. Bəli, dövr bitdi və biz çap edirik P-ni. P-yə də aldım 153. Deməli, biz nə elədik? Biz, baxın, 1'i, ondan sonra 2'ni, 1'dən 5'ə qədər onda variant getdi də müəllimə. 1-5 parçasında olan natural ədədlərin hasilini, yox, 1-5 parçasında natural ədədlərin hasil 153 vermir axı bizə. 6'nın faktorial da bize 153 vermiş. Yəni 5 sayda olan natural ədədlərin faktorialının cəmi. İxtiyarı 5 yox. 5 dənə ədədin faktorial cəmi tapmışıq biz, amma ixtiyarı yox da. İlk 5 natural ədədin faktorial cəmi E variantı. Çünki biz, baxın, 1'in faktorial, siz niyə faktorial deyirlər burada? Çünki burada əvvəlcə biz 1 vuraq 1. 1'i aldıq. Yadınıza gəlir, burada 1'i tapmışdıq. Görürsünüz. Sonra 1 vurulsun. Fərqli ədəd aldıq da hamısında. Hərəsində fərqli ədədlər aldıq. Aldıq fərqli olmağına. Amma biz ardıcıl ədədlərin faktoriallarını cəmləmişik. Belə ki, əvvəlcə 1, 2, 1 faktorial, üstə gəlsin 2 faktorial, üstə gəlsin 3 faktorial, üstə gəlsin 4 faktorial, üstə gəlsin 5 faktorial cəmləmişik. Çünki 1 faktorial bizə elə 1 veribdir. 2 faktorial bizə 2'ni veribdir. 3 faktorial 2 vurulsun 3, 6 veribdir. 4 faktorial 24 veribdir. 5 faktorial 120 veribdir. Həqiqətən də fikir versəz əgər, 1'i, sonra baxın 2'ni, ondan sonra 6'nı, ondan sonra baxın 24'ü, sonra 120'ni cəmə daxil eləmişik. Həqiqətən də 1'dən 5'ə kimi ilk 5 natural ədədin faktorialları cəmləmişik. E variantı. Yəni 73'ə də baxaq, ondan sonra dayandıraq. Hələ ki, hazırlığım var mənim. Buna da baxaq. 73'də də burada x'in qiymətlərini verir. Burada da listeyi sayır. Burada x'in qiymətləri 1, 2, 3, Yox, mənim len sayır, list saymır. Hə, 0, 1, 2, 3, 4, 5 dənə yazıram bura. Mənim, baxın, bura bizə siz nə verir? Bura hələ bizim x'in qiymətlərini, baxın, x'in qiymətlərini əvvəlcə sətrə çevirir. Sətir. Sonra listə çevirir, yəni siyahıya çevirir. Onda olacaq belə bir şey. Baxın, 1, 2, 5, 4, 8, bir də 3. Bakın, bunu saldı siyahıya. Dırnaqda yazır. Bunu list edir, siyahıya çalır. Sonra yazır ki, bura len x çıxılsın 1. Bu zaman uzunluğu sayasız. 5'dən də birini çıxıram, 4 qalır. 5 niyə? Burada 2, 4, 6 dənə deyil mi? 6 dənədir. Hə, 6'dan bir də çıxanda 5 qalır. Yəni deyirəm ki, nə qədər ki K-nın qiyməti böyükdür bərabər 0-dan, yəni 5 böyükdür bərabər 0-dan hə verir. Hə verirsə düşürəm aşağı. Əgər, bax, x-in K-nıncı elementi. K-nın qiyməti də 1-dir də, 5-dir də. Bunu indeksləsəm 0, 1, 2, 3, 4, 5 düşür. X-in də 5-ci elementi aysal 3-dür. Deyirəm 3-ün 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabərdir. 3-ün 2-yə bölünməsini demişsiniz. Bəli, 3-ün 2-yə bölünməsini. Bəli. Hə verir bizə. Hə versin, düşürəm aşağı. Del nə iş görürdü? Bəli. Delete, silmək deməkdir. Hə, delete, silmək. Silir, x-in K-nıncı elementini, yəni həmin x-in 5-ci elementini silir. Yəni buradan 3'ü silir. 5'i silir, 3'ü silir da onda. Bəli, 3'ü silir.
Sonra K da bərabər K çıxılsın 1. K-nın qiyməti 5-dir. 5-dən də 1 çıxanda alıram 4-ü. Təzədən qayıdıram dövrəyə. Deyirəm 4 böyükdür 0-dan. Deyir hə. Deyirəm indi x-in 4-cü elementi bizə 8-dir. 8-in 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabərdir. 8'in Aha. 8'in neçəyə böldünüz müəllimə dedik? 8-in 2-yə bölünməsindən alınan qalıq. 0'dır. Aysa 0-dır. Yəni 1-dir. Ona görə bu bizə yox verir. Yox verirsə aşağıya düşmürəm. Bax, hissəyə düşmürəm, amma K-ya düşürəm də. K sərbəstdir. 4-dən də 1 çıxıram təzədən alıram 3. Təzədən qayıdıram dövrəyə. 3 böyükdür 0-dan. Hə. Gəlirəm bura. X-in 3-ü K-nıncı, yəni 3-cü elementdir. Bu da 4-dür. 4-ün 2-yə bölünməsindən alınan qalıq 1-dirmi? Yox. 4-ü 2-yə bölündə qalıq 0-dır. Yəni 1-dir. Hə. Ona görə bu da bizə yox verir. Bu aşağıya düşmürəm. 3-dən 1 çıxıram, alıram 2. Gəlirəm dövrəyə. Bəli. 2 0-dan böyükdür, hə. X-in ikinci elementi də bizdə 5-dir. 5-in 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabərdirmi? 5'in 2'ye bölünməsindən anlamda 2 dəfəndə 1 olur müəllimə. Bəli, 1-ə bərabərdir. Onda düşünürəm aşağı. D, X-in ikinci elementi. Yəni silirəm X-in ikinci elementini. X-in ikinci elementi də 5-dir. Silirəm buradan 5-i. K-nı da yenə azaldıram. 2 çıxılsın 1 olur 1. Gəlirəm dövrəyə. 1 böyükdür 0-dan. Hə. X-in birinci elementi bizə 2-dir. 2-nin 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabərdirmi? Yox. 0-a bərabərdir. Yox olduğuna görə bəli, delete düşmürəm. Düşürəm aşağı. K bərabər K çıxılsın 1. Yəni 1 çıxılsın 1 aldım 0. Qayıdıram dövrəyə. Deyirəm 0. Böyükdür bərabərdirmi 0-dan? Deyir hə. Hər dəstə düşürəm aşağıya. Deyirəm X-in 0-cı elementi. X-in 0-cı elementi də 1-dir. 1'dir. 1'i də 2'ye böləndə 1'in özü düşür. Aysa düşürsə bizə hə verir. Hə versə düşürəm aşağı. Delete XK. Yəni silirəm X-in Aysa bəli. 1-i də silirəm. Всё. Burada dövr bitir. 0-dan da yenə 1 çıxsam mənfi 1 alıram. Mənfi 1 0-dan 1 yox. 4, 8. Aysa 2, 4, 8. Cavabımız olur B variantı. Buram onu join birləşdirir. 2, 4, 8 alını salır. Belə, müəllimə, indi məcburən dayandırıram. Amma müəllimə, bunlardan baxın da. Yəni sınaqlarda işləyin. Hə, sınaqlarda işləyin. Amma bundan da yenə bacardığınız qədər yəni bir şeylər düşünməyə çalışın. Yenə də burada baxarıq. Sabahda qoşulaq inşallah dərsə. Sabah 6-cı gündür də. Nə vaxtınız olar qoşulmağa təxminən? Olar səhər qoşulaq bizdən. Ola bilər bəzi işlərim var, imkan var.